Hə, əziz dostlar, əvvəlki videomuzda biz görmüşdük ki, o tərəfdə nəsə bizə bir yer göstərir aparatımız. Biz çalışacağıq ki, gedək həmin şeyi tapaq. Ki, nədir? Yenə də eyni qaydada nastroykamızı veririk, eyni qaydada ledi söndürürük. Həmin məsafəyə baxırıq, artıq həmin məsafədə, bax görürsünüz, yanır. Həmin məsafədə, bax, o məsafə, o istiqamətdə bizim ledimiz yanır. Ki, orada nəsə var. Düz gedirik onun dalınca. Hələlik pauza ver, gedib çıxarından sonra video uzun çəkməsin. Həmin məsafəyə, istiqamətə gedirik. Bax, düz çıxdıq təpənin üstünə. Gəldik. Oradan bura haradasa 150 metr. 160 metr məsafə var. Bu istiqamətdə. Gəldik buranı keçəndə gördük ki, led söndü. Led yanmır. Led yanmır bu dəqiqə. Led sönüydü. Demək ki, metalı keçdik biz. İndi biz geri qaydırıq. Geri qaydanda görürük ki, led yandı. Gel buradan çək. Bax, bu istiqamətdə led yandı, geri istiqamətdə. Uzaqdan o bizim durduğumuz yeri də çək. Ağacların dibi. İndi həmin istiqamətə gəlirik. Bax, burada ledimiz yanıb. Buradan çıxanda led sönür. İndi biz soldan gəlirik bura. Soldan həmin yerə tuturuq. Hal-hazırda led yanmır. Soldan yanmır. Fakt yanmır. Heç bir led yanmır. Bax, həmin yerə tutmuşam. Bax, bu istiqamətə. Burada led sönmüşdü buranı keçəndə. Gəlirik. Buranı sağından keçirik. Sağında led yanır. Həmin istiqamətə tutanda led yanır. Buradan çıxanda led sönür. Bax, led yanmır. Gəlib bura girəndə led yanır. Buradan çıxanda led sönür. Qaranlıq olsun ki, görə biləsən. Görsənir. Bax, led sönür. Bax, led yanır. Bu istiqamətdədir haradasa. Baba, bu istiqamətdə. Baba, bu arada. Çünki buradan çıxan kimi led sönür. Bax, led sönür. Gəlib bura girirsən, bax, led yanır. Buradan çıxırsan, sönür. Buraya girirsən, yanır. Çıxırsan, sönür. Bax, buradadır. Bax, bu ərazidə. Bax, burada. Bizim axtardığımız əlvan metal buradadır. Amma qızıl deyil. 100% qızıl deyil. İndi biz bunu bağlayırıq. Keçirik detektoruna baxırıq, görək. Həmin məhsul burada var, yoxsa yox. Açırıq, gəlirik bura. Başlayırıq axtarmağa. Götür onu. Aha, bax burada. Bax, buradan çıxdıq, səsi yoxdur. Bax, burada səs var. Bunu qazıyıb baxacağıq. Görək nədir. Görək.
Alüminiumdur, əlvan metaldır. Burada çoxdur ona görə. Çoxdur ona görə bura gətirib çıxarıb bizi. Biri də budur. Sovetdən qalma o qısa boğaz araqların qapağıdır. Sovetdən qalma. Artıq iyonlaşıb. Üstündən 20-30 il keçib. Ona görə bizi bax bura gətirdi, çıxardı. Bu günlük bir də. Yani əvvəl göstərmişdim ki, əvvəlki videoda, yani burada gümüş alüminyum olmadığına görə biz elləri açmadıq. Amma gümüşdür, qızıldır. Bunları bizə göstərmədi. İki fakt burada yoxdur. Fakt gördünüz ki, getirdi, çıxardı bize. Bura alüminyumdur. Əgər qızılı olmağını bilmək istəyirsinizsə, 4 tərəfdən yaxınlaşırsınız. 4 tərəfdən əgər burada led yanmış olsa, 4 tərəfdən led yanmış olsa, demek ki burada 100% qızıldır. Amma bizə bu ne gösterdi? 2 tərəfdən yandı, 2 tərəfdən yanmadı. Bu da onu gösterir ki qızıl değil. Yani mis ola bilər, gümüş ola bilər, alüminyum ola bilər. Yani başka əlvan metallar ola bilər. Amma qızıl değil. Qızıl olmaq üçün %104 tərəfdən yaxınlaşanda bu led yanmalıdır. Eğer 4 tərəfdən yaxınlaşanda led yanırsa demek ki 100% qızıldır. Bugünler bu kadar. Çok sağ olun. Teşekkür ederim.